İndi isə öyrənək görə fitrə zəkatını nə vaxta qədər çıxarda bilərik? Fitrə zəkatını bayram namazına qədər çıxartmaq lazımdır. Yəni, bayram namazına qədər çıxarılsa, bu fitrə zəkatı sayılacaq. Bayram namazından sonra çıxarılsa isə, bu adicə sədəqə olacaq. O, kim geciksə, yenə də bayram namazından sonra olsa belə o zəkatı versin, onun üçün sədəqə hesab olunacaq. Fitrə zəkatının faydası nədir? Fitrə zəkatının faydası əvvəla kasıb ailələrin süfrələrində bolluğun olmasıdır. Bayram günündə onların da sıxıntılarının müəyyən qədər aradan qalxmasıdır. Eyni zamanda fitrə zəkatının faydalarından biri odur ki, biz oruç tutarkən yol verdiyimiz nöqsanların kəfarəsidir. Yəni, hər bir insan əlbəttə xəta eləyəndir, səhv eləyəndir. Biz istəsək də, istəməsək də müəyyən xətalara yol veririk oruç tutarkən. Fitrə zəkatını verməklə biz bu xətalarımızı örtmüş oluruq, bağlamış oluruq və beləliklə bizim ibadətimizdə olan nöqsanlar aradan qalxmış olur. Odur ki, dəyərli izləyicilər, əziz həmvətənlər, siz də çalışın, fitrə zəkatını vaxtında verin və bunu bayrama 1 gün, 2 gün və hətta 3 gün qalmış belə çıxartmaq olar. Şərt deyil, özünüz aparıb verəsiniz fitrə zəkatını kiməsə. Fitrə zəkatının pulunu kiməsə verə bilərsiniz. Məsələn, bayramdan 2 gün qabaq, 3 gün qabaq kiməsə verin pulu ki, o həmin pula ərzaq alıb kasıblara çatdırsın. Yəni, bu yolla da çıxarda bilərsiniz. Təbii ki, ən əfsəli, ən yaxşısı insanın öz əli ilə daşıyıb kasıblara çatdırmasıdır. Bu daha yaxşıdır. Amma hər insana bunun imkanı olmur, tanıdığı olmur. Ona görə də yəni buna da icazə var ki, kiməsə vəkalət versin, o insan onun əvəzinə həmin məhsulları alsın, kasıblara çatdırsın.